ki, Allah kiməsə hidayət versin. Yəni söz gəlişi belə. Bəzi söz gəlişi deyir ki, məsəl son İslamda deyil. Hə, o mənada, hə, aydın. Bir də ikincisi də insan öz-özü üçün dini. Məsələn, kimsə zikr olunur, demək ki, Allah ona hidayət versin. Bu əksinə yaxşıdır, duadır. Burada, yəni, mən düzünsəm, açıq desəm, biraz sualı mən tam başa düşmədim. Yəni, təmqid deyil, elə mi? Hə? Təmqid deyil bu, yoxsa? Çünki siz dediniz ki, Peyğəmbər Allah Subhanahu Peyğəmbər deyir ki, sən avtomatik üçün hidayəti verən mənəm. Bəli, aha. Bəli. Sən o üçün hidayət verən mənəm. O mu xübbi nəzər? Yox, hidayət diləmə, yox. Orada hidayət diləmə, yox. Mən elə şey demədim. Ayədə gəlir ki, Peyğəmbər, Allah Subhanahu Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sən istədiyi, yəni sevdiyi hidayətə çatdıra bilməzsən. Hə, hidayət istəyə bilmərsən, yox, əksinə, kafir üçün, məsələn, bir insan kafirdir, yaşayır, kafirdir. Yəni, heç xristiyandır, yahudidir, ateistdir, Allah axirətin, kafirdir insan. Sən onun üçün Allahdan bağışlanma diləyə bilmərsən, çünki kafir üçün Allahdan bağışlanma diləmək olmaz. Amma onun hidayəti üçün dua edə bilərsən və etməlisən də ki, Allahım ona hidayət ver. Yəni, kafir üçün dua edə bilərsən, cavab budur ki, kafirin hidayəti üçün dua edə bilərsən. Yəni, islahı üçün, hidayəti üçün dua edə bilərsən. Hətta nəinki kafir, hətta fasik. Məsələn, bir insan fasikdir, aydındır, o fasik üçün, o asi üçün dua edəndə də ədəbdəndir ki və sünnədir ki, onun islahı üçün, hidayəti üçün, doğru yola gəlməsi üçün dua edəsən. Amma insan özü üçün hidayət diləməsi, əlbəttə ki, biz onsuz da hər gün namazda bunu deyirik də, İhdinə sıratal müstəqim, İhdinə, hidayət də, Allahım məni doğru yola hidayət et. İhdinə, Allahım bizi doğru yola hidayət et. Onsuz da biz hər gün Fatihədə bunu deyirik. İhdinə sıratal müstəqim, Allahım bizi doğru yola hidayət et. Hidayət yəni, doğru yolu bizə göstər. Aydındır.